Dərs 32. Cədvəllərin yaradılması. Word proqramı cədvəl yaratmaq üçün bir neçə üsul təklif edir. Onlardan biri də standart alətlər lövhəsində olan Vstavit tablitsa düyməsini sıxmaqdır. Bildiyimiz kimi formatlaşdırılmamış cədvəlin tez bir zamanda sənədə yerləşdirilməsi üçün ilk növbədə bu düymədən istifadə etmək lazımdır. Bunun üçün mausun oxunu standart alətlər lövhəsində olan Vstavit tablitsa adlanan düymə üzərində basın. Mausun düyməsini yaranmış torun üfüqi və şaquli istiqamətləri boyunca gəzdirərək yaradılacaq cədvəlin sətr və sütunların sayını müəyyən edin. Torun uzadılması üçün mausun sol düyməsini sıxılı vəziyyətdə aşağı çəkin. Torun enlənməsi üçün həmin əməliyyatı sağa doğru təkrarlayın. Beləliklə biz 7 sütundan və 8 sətirdən ibarət olan cədvəl yaratdıq və mausun sol düyməsini buraxdıqda həmin cədvəl Word proqramının səhifəsinə yerləşdirildi. Bu cədvəlləri yaratmağın üsullarından biri.